Salam, kanalıma xoş gəlmisiniz. Bugünkü mövzumuz ictimai səhiyyədir. Salamlar, mən İctimai Səhiyyə Fakültəsinin tələbəsi Aydan Paşayeva. Artıq 3 ildir ki, bu fakültədə təhsil alıram və olmazla qərara gəldik ki, bu haqda insanları aydınlataq. Bu mövzuda mənə çox sual gəldi ki, ictimai səhiyyə nədir və s. Bir çox sualınıza burada cavab tapacaqsınız. Ona görə sona qədər izləyin. Xoş izləmələr. İlk öncə gəlin bunu cavablandıraq ki, ictimai səhiyyə nədir? İctimai səhiyyə tibbin əslində qalsa geniş spektrli sahəsidir. Belə ki, insanlar, yəni bizim cəmiyyətimizin bildiyi sadəcə müalicədir ki, müalicəni həkimlik kimi görürlər və tibb təhsili kimi düşünürlər. Ancaq ictimai səhiyyə daha geniş spektrlə yanaşmadır. Müalicə sadəcə fərdidir. Belə ki, sadəcə müalicə həkiminin yanına gedirsən, sənə reçeta yazır, resept yazır və daha sonra o xəstənin sağalıb sağalmayacağı belə tam olaraq bilinmir. Ancaq ictimai səhiyyə aspektindən baxanda biz cəmiyyətə populyasiya gözündən baxırıq və bu da əslində qalsa hər hansı bir xəstəliyin yaranmadan qarşısını almaq deməkdir. Yəni ictimai səhiyyənin əsas məqsədi xəstəliklərin yaranmadan öncə qarşısını almaq, yəni onun profilaktikasını təmin etməkdir. Və bu da sadəcə Azərbaycan səviyyəsində deyil, dünya səviyyəsində, yəni üstün olduğundan da bildiyiniz kimi, yəni əhəmiyyətlidir. Universitetdə neçə il oxunur, dərslər fərqlidirmi? İctimai səhiyyə ixtisasında 3 fakültə var. Belə ki, İctimai səhiyyə ixtisasının eyni adlı fakültəsi İctimai səhiyyə fakültəsi, Tibb bacı-qardaşı fakültəsi və bir də tibbi reabilitasiya, tibbi fizioterapiya və reabilitasiya fakültəsi. Bu fakültələrin ümumiyyətlə hər biri ictimai səhiyyənin nəzdində gedir, bu ixtisasın nəzdində. Və bunların da təhsil alma müddəti özünə görə bölünür. Tibb bacı-qardaşı və tibbi fizioterapiya və reabilitasiya fakültəsi 4 il tədris alır, İctimai səhiyyə fakültəsi isə 5 il tədris olunur. Və İctimai səhiyyə fakültəsini bitirənlərin diplomunda həkimlik yazılır, ancaq digərlərinin diplomunda həkimlik yazılmır. Biz İctimai səhiyyə mütəxəssisi və həkimi kimi gedirik. Və dərslərə gəldikdə dərslər necədir? İlk 3 il ərzində anatomiya, fiziologiya, farmakologiya kimi dərslər, necə ki siz tibb təhsili tədris alırsınız, bizdə də eyni şəkildə tədris olunur və bu fənlərdə sizdən fərqli olaraq biz bunları bir semestr tədris alırıq. Belə ki, bir semestr ərzində 2 semestrin materialı bizə keçirilir və bu da bizə biraz çətinlik yaradır ki, həmin materialı qavrama cəhətdən və onu analiz etmə cəhətdən. Bizim bir kursa keçdiyimizi siz, yəni 2 semestr keçdiyimizi bir semestr keçibsiniz. Bəli. Və Bunu bilmirdim. Norfiz, patfiz, anatomiya, fiziologiya. Bəzi fənlər var ki, kitablarımız fərqlidir. Anatomiyanın kitabı fərqlidir və patfizin kitabı fərqlidir. Amma Norfizdə necə ki ağır material var da, görmüsən 800 səhifəlik kitab. Eynisi bizdədir yəni. Və bu da inanırsan, yəni onun imtahana hazırlaşmaq bizim üçün dəhşətli idi də. Yəni onu danışmaq heç sözlə ifadə etmək mümkün deyil. Norfizin nə olduğunu bilmirəm. Yaş gedə bilmirəm. Sələ xoşbəxtəm. Nərətəm, gələn semestr görəcəksən. Bəs laboratoriya işləri necədir? Bu fakültədə laboratoriya dərsləri və praktika nə dərəcədə önəmli yer tutur? Deməli, bunu demək istəyərdim ki, sizdə necə ki kliniki fənn üstünlüyü təşkil edirsə, bizim ictimai səhiyyədə gigiyenadır, səhiyyənin təşkili bizdə bu fənlər daha çox üstünlük təşkil edir və o fənlər tədris olunur. Belədir ki, Tibbi Ekologiya və Qidalanma Kafedrasının laboratoriyasında sırf qidalanma cəhətdəndir və həmçinin bizi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə, agentlik deməyim, institutuna aparırlar. Orada laborator müşahidələrimiz olur. Daha sonra ilə biokimiya dərsi necə sizdə laboratoriya dərsləri var, bizdə də eyni şəkildə. Yəni bizdə laboratoriya sizdən daha önəmlidir. Desəz niyə? Çünki bizim rezidenturamız tibbi mikrobiologiya və tibbi biokimiyadan asılı olduğu üçün, yəni bunlara biz iş verə bildiyimiz üçün. Ona görə bizdə laboratoriya işi daha üstündür. Amma tədris qabiliyyəti olaraq sizlə demək olar ki, eyni gedirik. Bir-iki fərqimiz var sadəcə. Bu ixtisası oxumaq çətindir, yoxsa maraqlı? Səncə oxumağa dəyərmi? Deməli, bu haqda belə bir şey vurğulamaq istəyərdim ki, sizə. Bizim ixtisasımıza normalda daxil olan heç kəs, yəni maraqla ictimai səhiyyəni yazmayıbdır. Ən azından indiyənə qədər. İndidən sonra olanlar haqqında artıq fikrim yoxdur. Çünki hər kəsin fikirləşdiyi sadəcə müalicə işi oxumaqdır və bal getmir. Gəlirlər ictimai səhiyyəni yazırlar, ya fizioterapiyanı falan yazırlar. Deyirlər ki, yəni həkim olmadı falan. Bu ixtisas əslinə qalsa digərləri kimi
olduqca, yəni maraqlıdır. Sadəcə olaraq bəzən tədris qabiliyyətimizdə tədris cəhətdən əksikliklərimiz olur müəllimlərdə. Onun da səbəbi bilirsiniz nədir? Çünki gənclər bu ixtisası seçmir deyə tədrisi də alırıq biz yaşlı müəllimlərdən və onlar da bizi aydınlata bilmirlər. Yəni tam anlata bilmirlər. Ona görə əslində qalsa biraz çətinlik ola bilər. Amma yəni e, bu ixtisasa ilk girəndən onu vurğulamaq istəyirəm, onu sizlə bölüşmək istəyirəm ki, bizə dedilər ki, siz həkim deyilsiniz. Bütün kafedralar, bütün müəllimlər hamı deyir ki, siz həkim deyilsiniz, siz həkim olmayacaqsınız. Mən 2022-ci ildə qəbul almışam və biz daxil olduğumuz ildə nə bizim diplomumuza həkim yazılırdı, nə rezidenturamız, nə də magistrımızın nə olacağı bəlli belə deyildi. Çünki bizim ixtisasımız 2020-ci ildə açılıbdı. Amma ondan öncə də tibbi profilaktika kimi universitetdə tədris olunub. Ancaq o tibbi profilaktika da elədir ki, sırf müalicə həkimlərindən eyni kredit alır, eyni dərsləri keçirlər, hətta onlar 6 illik bakalavriat təhsili alırlar və oradan yəni müalicə həkimi olanların sayı çoxdur ki, məsələn oradan kardioloq falan olanlar var. Amma indi elə bir şey mümkün deyil də, təəssüflər olsun ki. Yəni ona görə belə deyim, sırf həkim olmayacaqsan deyilib və təsəvvür elə ki, 1-ci kurs tələbəsisən. Ya və çox həkim olmaq istəyirsən. O qədər qəlbinə toxunur ki, deyirsən ki, acaba bir də mi hazırlaşım? Onda da bəzi baskılar olur ki, yox, olmaz, oxu, davam elə, həkim olacaqsan, sən tibb universitetinin tələbəsisən axı falan deyirlər. Amma ki, ixtisası tanıdıqca sevməyə başladım. Araşdırdıqca gördüm ki, bizim ölkədə bu konuda yəni məlumat qıtlığı var həqiqətən. Xaricdə biz public health araşdırsaq, yəni ictimai səhiyyəni araşdırsaq, biz konkret görəcəyik ki, yəni necə məlumatlıdır, insanlar necə hörmət edir, epidemiologiya və statistika olmadan səhiyyəni təsəvvür etmək mümkün deyil. Adi biz elmi iş araşdırması eləyəndə belə hər hansı bir müəllimimizin, sən istər müalicə həkimi ol, ya da istər yəni hər hansı bir həkim olsa statistika çıxarmalısan. Sən statistikanı, epidemiologiyanı bilməlisən. Və buna görə də hər kəsin məncə ictimai səhiyyə həkimində yolu düşür də, yəni ki, bizim bu yöndən də magistrlarımız var. Təşəkkürlər. Fena deyil. Rəşid müəllim demiş. Hardan o tərəfə tanınmır? Unutdum. Rəşid müəllim deməli. Sizin diplom biləcərdən o tərəfə tanınmır. Ona görə heç birimiz həkim deyilik. Narahat olmayın. Ona görə blogerliyə başlamışıq. Aklım var idi təzə. Niyə həkimlər niyə həkimlər bloger olur? Çünki blogerlər həkim olmağa çalışırdı. Mən də gör. Çox gözəl həkim olacaq. Məncə yəni sən də çox gözəl həkim olacaqsan. Bütün bizim pokoleniya yəni çox çalışırlar. Nə qədər belirtməsələr, nə qədər göstərməsələr də, həqiqətən bizim uşaqlar çox əziyyət çəkirlər. Amma bəzi mobbinqlər bizim ölkədə də var da, yəni Türkiyədə tək deyil bu. Və uşaqların psixologiyası həqiqətən dəhşət pozulmuş vəziyyətdədir. Nə qədər həkim olsaq da, birinci gərək öz əsəblərimizi tənzimləməyə öyrənək. Belə qəşəng psixologiyası qəşəng həkimlər yetişdiririk. Məndən gülər yüz insan var ya. Ona görə hər gün 8:30-da universitetə gələndə yatırıq. Mən bildiyim qədərilə bizdən fərqli olaraq, tibbdən fərqli olaraq sizdə magistr da var. Bu haqqda nə deyə bilərsən? Doğrudur, qatılıram. Bəli, bizdə magistr ixtisasları da var. Belə ki, bizdə daha çox idarəçilik və səhiyyənin təşkili yönümlü olduğu üçün belədir ki, səhiyyənin menecmenti sırf idarəçilikdir. O 2 ildir magistrım. İnfeksiya nəzarəti var. Daha sonra əmək sağlamlığı, risk assessment, xarici dillə desək, bu var. Yəni əmək sağlamlığının mühafizəsi. Yəni bu kimi magistr ixtisaslarımız var və bu da 1 il yarım və 2 il arasında tədris olunur. Bu bizim Azərbaycanda olan magistrımızdır. Bir də var bizim xaricdə olan magistr müddətimiz. Yəni xaricdə olan magistrda 1 il 2 il aralığında dəyişir. Bunu biz dövlət təqaüdü ilə də əldə edə bilərik və yaxud da yəni dövlət təqaüdü olmadan da bu yönümlü davam edə bilərik. Əsasən bizim hal-hazırda təhsil alan tələbələrimiz var ki, Londonda təhsil alırlar, Amerikada təhsil alan tələbələrimiz var ki, yəni ən prestijli universitetlərdə tədris alırlar. Məsələn, mən tanıdığım rəfiqam var, Nailə, o University of Glasgow-da təhsil alır. Yəni çox da prestijlidir və
Hətta o epidemiologiya üzrə təhsil alır. Bu arada unutdum, epidemiologiya da var idi. Və çox qəşəngdir də. Yəni özü deyir ki, yəni oranın dərs aralığı, ictimai səhiyyəsi o qədər dəhşətli, gözəldir ki, təsəvvür edin kitabxanaya girirsiniz və o illər üzrə məsələn 2010, 2020 onların statistikası bizdə yəni hələ o qədər gəlişmədiyi üçün biz elə bir statistikanı görə bilmərik də. Hələ bizdə yeni-yeni kompüterləşmə, sistemləşmə gedir və bəzi xəstəxanalarda da təzə-təzə bu sistemlər formalaşır ki, biz artıq datalara daha tez erişə bilək. Və çox danışmayım. Ondan o keçən il məzun oldu və hal-hazırda demək olar ki, 1 ildir universitetdə təhsil alır və ona görə də mən onu gördüm və sadəcə ilhamlandım ki, həqiqətən bizim belə gənclərimiz var və bu ixtisasın bu qədər də prestiji var. Yəni məncə bizim ixtisası seçənlər, yəni ən azından bir daha seçməyi düşünsünlər. Çünki tibb bacı qardaşlığını sən bitəndə mən bunda heç bir şey aşağılamıram. Sadəcə olaraq öz şəxsi fikrimi deyirəm ki, tibb bacı qardaşlığını bitirənlər, yəni yenə də gedib baş tibb bacısı və qardaşı olacaqlar, əməkdaxlarda fəaliyyət göstərə biləcəklər. Amma ki, yəni sırf ictimai səhiyyə yönümlüyündə həm mütəxəssis olursan, həm dövlət yerlərində işləyə bilirsən, həm yaxşı maaşın olur. Yəni həm bu arada indi birazdan o nüanslara toxunacağıq, amma həm həkim kimi də fəaliyyət göstərə bilirsən, həm də həkim olmayaraq tam bir baş idarəçi, təşkilatçı kimi də fəaliyyət göstərə bilirsən və məncə bu mükəmməldir. Özündə belə bir funksiyaları birləşdirmək məncə hər ixtisasda yoxdur. Bəs rezidentura məsələn? Deməli, gələk rezidentura məsələsinə. Bizim rezidenturamızda müalicələr kimi daha belə çoxlu fənn yoxdur. Yəni ki, anesteziologiya, nə bilim nə deyil. Bizdə 3 ixtisas var orada. İnfeksion xəstəliklər, yəni yoluxucu xəstəliklər həkim olursan birbaşa, necə müalicə həkimi belə deyim, resept yazırsa, müalicə edirsə, eyni şəkildə o fəaliyyəti göstərə bilirsən. Bir də var tibbi mikrobiologiya və tibbi biokimya. Bu cəhətdən baxsaq, yəni onlar da bildiyiniz kimi, yəni rezidenturaya daxil olunsa sən, fərqi yoxdur hansı ixtisası bitirmisən. Sən avtomatik həkim sayılırsan. Və belə deyim, əgər ki sən tibbi biokimiyada da onu tam dərindən bilsən, öyrənsən, sən məsələn Almaniyada gedib genetik kimi davam elətdirə bilərsən bunu. Biotexnologiya ixtisasından davam eləyib. Və yaxud bayaq magistr deyəndə unutdum, əmək sağlamlığının mühafizəsini normalda çox adam bilmir. Amma ki təsəvvür eləyin ki, adi bir ev tikiləndə belə o əmək sağlamlığının mühafizəsi həkiminə ehtiyac duyulur. Onun imzası olmadan heç bir ev və yaşayış məskəni falan tikilə bilməz. Və risk assessment birbaşa insanların sağlamlığı riskinə nə təsir edirsə, onu öyrənir. Yəni məncə bu çox vacib nüanslardır. Sadəcə olaraq cəmiyyətdə bilinmir deyə qabardılmır və ona görə də bu qədər bizim ixtisası, yəni tam məlumatda deyillər və o qədər də yəni saymazcana yanaşırlar. Bir də məsələn mən bu podkastları nəyini faydalı bilirəm? Çünki siz həmin ixtisası oxuyan birindən qulaq asırsınız və mən də çox şey öyrəndim həqiqi, yəni. Ön yargılarım azaldı da, yəni həqiqi mənada. Çünki bunların heç birini bilmirdim şəxsən, yəni. Belə. Və düşünün ki, bunların hamısını deneyimləyə bu yerə gəlmişəm və inanırsınız ki, mən bu ixtisasa girəndə heç bir həvəsim yox idi bu ixtisas haqqında. Ta ki öyrənənə qədər, ta ki anlayana qədər mən artıq, yəni belə deyim, aydınlandım və dünya görüşüm dəyişdi həqiqətən. Yəni xarici spektrdən baxmaq bu ixtisası mükəmməldir tam anlamıyla. Heç kim bu mövzuda açıq danışmır əslində ictimai səhiyyə mövzusunda. Gəlin bu mövzudan danışaq ki, harda işləmək mümkündür ictimai səhiyyədə? Düzün deyim, bizə də heç açıq danışmırlar. Amma ki, indi gələk reallıqlara. Deməli gənclər, İctimai Səhiyyə və İslahatlar Mərkəzi isim adı ilə gedir. Gigiyena Epidemiologiya Mərkəzi, yəni GEM, daha sonra təbibdir, Səhiyyə Nazirliyidir, Qida Təhlükəsizliyi Agentliyi, yəni AQTA və yaxud AQTI adı ilə gedir, yəni institutu və agentliyi. Daha sonra elə universitetimizdə elə professor kimi qabda davam edə bilərsiniz. Yəni bu kimi yerlərdə işləyə bilərsiniz. Bu sizin seçdiyiniz yoldan asılıdır. Yəni əgər ki sən rezidentura seçəcəksənsə, həkim olursan və həkim kimi fəaliyyət edirsən, klinisist bir həkimsən. Yəni klinisist dərkən klinikada işləyən bir həkim. Və bu klinisist həkim kimi
İstənilən klinikada və xəstəxanada infeksionist kimi sən fəaliyyət göstərə bilirsən və yaxud mikrobioloq və yaxud biokimyaçı kimi fəaliyyət göstərə bilirsən. Gəlin açıq danışaq ki, siz nə həkimi olursunuz? Nə həkimi kimi işləyirsiniz məsələn? Siz xəstələr sizə nə adına müraciət edə bilər? Xəstələr mənə və mənim cəmiyyəmdə olan şəxslərə infeksionist həkim, yəni yoluxucu xəstəliklər həkimi kimi müraciət edə bilərlər. Və onu da deyim ki, yoluxucu xəstəliklər deyəndə ümumi bir anlayışdır. Biz yoluxucu xəstəliklər həkimi deyirik. Amma onun da bölmələri var ki, məsələn, mən elmi iş götürəndə infeksionist həkim kimi gedib hepatitlə bağlı hepatoloqa yanaşdım ki, infeksionist hepatoloq idi. Yəni onlar belə bölünürlər ki, ayrı-ayrı sahələr var. İnfeksionist yəni belə əslində qalsa ümumi anlayış gedir. Və məsələn onu da nəzərinizə çatdırım ki, hər bir xəstəxananın ümumilikdə ayrıca bir infeksionist qurumu var ki, onlar 3 aydan bir səhv eləmirəmsə, dəqiq mən bilmirəm onu, amma 3 aydan bir yoxlama keçirlər. Hətta məsələn bildiyim qədərilə odur ki, bir cərrah əməliyyat elədi və infeksionist gəlib baxıb əgər ki, onun yazdığı dərmanlarda xəstəyə zədə verə biləcək bir şey görsə, onun anlıq reçetəsini götürüb dəyişə bilər. Və hətta cərraha töhmət belə verilə bilər. Yəni bunu eşitmişəm, bax nə dərəcə doğrudur tam olaraq deyə bilmərəm. Amma təzəlikcə belə bir hal olduğunu eşitmişdim yəni. Yəni bu qədər önəmli. Yəni sən mənim reseptimi ləğv edə bilərsən? İş verənlik eləyirik. Heç sevmədim. Yəni gənclər ona görə yəni əslində qalsa əsl səlahiyyət bizdədir. Amma onlar elə bilirlər ki, onlardadır. İndi baxaq da. Görürsünüz, bir şey demək istəyirəm sizə. Məncə əsl həkim deyə bir şey yoxdur. Əgər ki, nə barədə? Bəzi insanlar var ki, həkimliyi tibbi qazana bilmirlər. Lap elə nənələrimiz, babalarımıza baxanda da, yəni onlar tibb təhsili olmuyor, amma ruhunda şəfa vermək istəyən şəxs varsa, yəni şəfaçı olan bir şəxs varsa, istəyir tibb universitetində oxumasın belə. O insan getdiyi hər yerdə şəfa olmağa birini tapacaq. Yəni düz deyə biz arzuluyuruq, məqsəd qoyuruq, qazanırıq və tibbə giririk. Amma ki, ya düşün ki, bəzi həkimlər var ki, heç yəni o xəstələrini, o sevgilərini ötürə bilmirlər. O insaniyyətliklərini ötürə bilmirlər. Sadəcə elə reçetə yazırlar və gedir. Bəlkə bu konuda linçlənə bilərik. Amma ki, reallıqlara qalsaq, yəni xəstəxanalarda praktikada olmuşam. İndi hansı xəstəxana olduğunu deməyim, amma yəni görmüşəm ki, yəni sadəcə insana pul gözü ilə yanaşanlar çoxdur. Və bu inanırsınız heç doğru yanaşma deyil. Əgər ki biz həkim andı içiriksə, əgər ki bu məsuliyyəti üzərimizə götürürüksə, deməli biz bir insanlıq missiyası, insanlıq vəzifəsi daşıyırıq və onu layiqincə yerinə yetirməliyik zənnimcə. İstər ictimai səhiyyə həkimi olsun, istər əczaçısı olsun, istər lap müalicə həkimi olsun, fərqi yoxdur. İxtisasından asılı olmayaraq, tibb universitetində təhsil alan hər bir gənc məncə, yəni bu yönümdən düşünməlidir. Və çox sevdiyim bir söz var ki, biz farmakologiya keçəndə bizə bu deyilirdi ki, dərmanı zəhərdən ayıran tək şey onun dozasıdır. Və ona görə lap əczaçısı belə məsuliyyət daşıyır ki, onun dozasını artıq versə dərmanın, insanı yəni sağlamlığına zərər verə bilər. Hətta Hipokratın da bir sözü var, bəlkə sən də bilərsən. Bəlkə də. Çünki bioetika dərsi bizə tədris olunur, sizə də tədris olunur. Bizdə fəlsəfə idi. Seçim fənnində. Seçim fənnində bəlkə də müalicəli qruplar daha çoxdur. Seçdirmədilər bizə. Gələk bu üzünə. Bizə fəlsəfə dedilər ki, seçim fənnidir. Bizdən əvvəlkilərin hamısına seçdiriblər bioetikamı, multikulturalizmi, fəlsəfəmi. Üçündən birini seçib şagirdlər, amma bizim indi bizə fəlsəfə verdilər. Yəni bioetika bilmirəm, multikulturalizm bilmirəm, amma istəyərdim. Bioetika mənə çox maraqlıdır. Bilirsən bioetika nə baxımdan maraqlı deyərdim? Çünki biz bioetikada bütün belə deyim qanunları sıralayırdıq ki, yəni həkimlə xəstənin yanaşması, ünsiyyəti necə olmalıdır və bunu bizə bilirsən kimi tədris eləmişdi, mühazirəmiz oxumuşdu. Pediatrlar Assosiasiyasının sədri var Təranə Tağızadə və çox savadlı qadındır. Xaricdə olan məlumatlar, bugünkü məlumatlarımız və bunu tədris eləyəndə inanırsan, yəni bizim uşaqlar belə dörd gözlə onu dinləyirdi ki, Təranə xanım nə danışacaq. Yəni bioetika mükəmməl bir fəndir və o Hipokratın sözünə də gəlsək, orada deyilirdi ki, xeyir verməyi bacarmısansa, zərər də vermə. Yəni bizim belə deyim, əsas prototip düşüncəmiz bu olmalıdır tibbdə.
Eynən, məncə də eyni fikirləşirəm. Amma bu Hipokratın bu sözünü bilmirdim. Sənə göstərirəm. Çıxanda göstərirəm. Sağ Ən ol. maraqlı yerə gəldik. Maaş. Birinci sən maaş gözləntin nə qədərdir? Yox, sən karyera planın və maaş gözləntin haqqında biraz maraqlıdır bizə. Deməli, təbii ki, kim aşağı maaş, kim yuxarı maaş istəməz ki, bunu vurğulayaq öncə. Təbii ki, hamı əziyyət çəkdiyi yerdən istəyər ki, yetərincə məbləğ pul götürsün. Və ilk başda desək ki, tutalım ki, mən ictimai səhiyyəni bitirmişəm. Mən buradan nə qədər maaş götürürəm? Mən hələ staj keçməmişəm. Mənim nə rezidenturam, nə də magistr təhsilim yoxdursa əgər, onda 500 manat, 400 manat və 600 manat, yəni bu civarı, 400-600 civarı deyə bilərəm. Amma ki, tutalım ki, dediyim yerə hamısı agentliklər idi də, bayaq isim idi, yem idi. Əgər ki, tutalım bu insanın magistr təhsili varsa, idarə etməsi varsa, artıq yəni özəl müəssisədən və dövlət müəssisəsindən asılı olaraq düzdür bu qiymətlər dəyişir. Amma yəni mən eşitdiyimə görə 4000 5000-ə qədər maaş alanları var. Amma gələk işin digər qismi nədir? Əgər ki, tutalım ki, bir var öz ölkəmizdə tədris alıb bu insan bunu, bir də var ki, xaricdə tədris alıb gəldi. Təbii ki, xaricə gedib gələnin oradan bizə gətirdikləri daha dəyərli olduğu üçün, yəni çünki onlarda artıq inkişaf edib baxıldı sahə. Bizim üçün daha dəyərli olduğuna görə elə bir onların iş tapmağı da çox asandır və maaşı da burada oxuyanlardan daha üstün olur əslində qalsa. Yəni ona görə biraz ayrı seçkilik deməzdim. Bəziləri deyəcək ki, nə oldu xaricə getdi, xaricdə oxudu, ayrı seçkilik falan. Əslində qalsa uşaqlar, yəni əziyyət çəkibdi və əziyyətinin qarşılığını alır ki, bu normaldır. Çünki tibb universitetində oxumaq da asan deyil və hələ ki o insan dövlət təqaüdü ilə tutalım ki, seçilib gedibsə, orada da bilirsiniz nə qədər seçmələr olur, yəni nə qədər ələnə gedir və axırda o insan seçilir, o təqaüd alır və sonunda sadəcə gələndə eləyəcəyi şey dövlətinə faydalı olmaqdır, yəni dövlətimizi sevməkdir. Bəlkə gənclər düşünər ki, yəni IDM imtahanıdır, belə çətindir, bizim hər şeyimiz çətinliklə irəliləyir. Düzdür, coğrafiya qədərdir, türklər demiş. Amma ki, yəni belə deyim, dünyanı sən gözəlləşdirirsən. Və qədərə qarşı çıxıb o işin Hürrəmin sözü var. Kadere karşı geldim. Aynen. Bir köle kızdan sultan yarattım. Nəysə, o marş hissəsinə gəlmək istəyirəm ki, xaricdə oxuyan, rezidentura alan tibb həkimlərin də. Yox, bizdə deyirəm. İndi sizdən çox da fərq yoxdur maaş mövzusunda, hansı ki, xaricdən gələn həkimlər daha çox maaş alır. Qat-qat həm də. Yəni təsəvvür eləməyin ki, bir günə nə qədər olay. Ona görə yəni belə bir ayrı seçkilik var, amma təbii ki də çətin mövzudur xaricə getmək, ona görədir. Yəni 400-600 normal hələ ki, yəni belə deyim, təzə başlayan tələbələr və yəni təzə ixtisası əlinə alanlar, bir də var ki, artıq professionallaşıbdı, bu insanın 5 illik stajı var, təcrübəsi var. Təbii ki, o ilk başdakından daha artıq maaş alacaq. Çünki belədir ki, hətta məsələn bizdə belə bir fən bizə qidalanma fənləri daha çox tədris olunur da, yəni ki, qidalanma kafedrası, tibbi ekologiya və qidalanma kafedrası və biz o kafedranın nəzdindən Qida Təhlükəsizliyi İnstitutunda dərslər tədris olunur bizə və oranın geniş laboratoriyası və inanırsan, yəni çox mükəmməldir. Bəlkə yəni video ataram qoyarsan, oradan bir şeylər sənə çəkib göndərərəm. Yəni çox mükəmməldir və oradan çox şey öyrənmişik. Biz məsələn ki, qidalar haqqında, yəni ölkəyə qidalar necə ixrac olunur, yəni inanırsınız çox hədsiz maraqlıdır. Bəlkə deyəcəksiniz həkimin burada nə işi var? Təbii ki, qidalandığımız qidanın görmüşdüm əslində, paylaşmışdın, Evet. Getmişdiniz. Hə. O çox qəşəng idi da, yəni təsəvvür eləyin, mən ilk dəfə də getmişəm ora və oranı da ilk dəfə tapa bilmirik də. Müəlliməm də məni gözləyir ki, qızım cəmaət gəldi sən də gəl, məndən 2 qrup yoldaşım var. İndi mən istəyirəm ki, bir tərəfdən ayağı baxıl keçirməyə çalışıram. Bir tərəfdən xalatımı düzəldim. Bir də gördüm bir dənə müəlliməm orada çox sevirəm də, yəni. Saçıma bir də görürəm saçımı yığır, başıma kalpak falan keçir. Çox tatlı insandır, yəni. Bütün bu universitetdə həqiqətən gözəl həkimlərimiz, müəllimlərimiz var. Və bir də onu unutmayaq ki, məsələn düşünürlər ki, tibb universitetinin müəllimləri falan niyə müəllimlik edir? Onlar həkimdirlər və onlar həkimdirlər. Biraz qəribə oldu. Amma ki, yəni inanırsınız, biz hər dərs onlardan necə gözəl bir həyat dərsi alırıq. Özümüzdən öncə belə deyim, buranı oxuyub bitirən köklü bir universitet olmağı bizə bunun belə deyim zövqünü yaşadır ki, onların da uşaqlıq hekayələri, belə deyim, gənclik hekayələrini dinləmək bizim üçün o qədər
xoşdur ki, çox şey öyrənirik, hədsiz çox şey öyrənirik. Bu sualda var ki, ictimai səhiyyə yoxsa fizioterapiya? Sən olsan hansını seçərdin? Seçmişəm deyərdim, amma çox cringe olacaq. Şeydir. Deməli uşaqlar, fizioterapiya birbaşa, yəni pasientlə işləyirsən, yəni təmas eləyirsən, ona öyrədirsən. Fizioterapiya belədir ki, yəni artıq sən pasientlə işləməyi çox sevirsənsə, yəni təmasda sorunun yoxdursa, bəzi insanlar var ki, təmas problemi yaşayırlar təbii ki. Yəni tam olaraq öyrətməyə açıqsansa, sən okey, fizioterapiyanı seçə bilərsən. Düzdür, bizdə fizioterapiyaya həkim adı verilmir. Nə qədər ictimai səhiyyə nəzdində olsa da, fizioterapiya ixtisasına həkimlik adı verilmir. Zənnimcə düz deyil, amma indi bizim zənnimizə görə yaşanılmır. Deyərdim ki, ictimai səhiyyə mənim üçün daha çox aspekt kəsb etdiyi üçün mən ictimai səhiyyə deyərdim yenə də. Çünki düzdür, fizioterapiya da yaxşı ixtisasdır. Amma ki, yəni hətta belə deyim, ictimai səhiyyə ilə fizioterapiyanın fənləri, tədris olunan fənlər tamamilə fərqlidir, yəni. Hətta dərs sistemi belə belə deyim də, ən azından bizə sizdən oxşarlıq var ki, sizin 2 semestr material, biz 1 semestr keçirik. Amma onlarda heç o deyil də, yəni ki, tamamilə fərqlidir ki, lap kitabları belə fərqlidir, yəni. Ona görə mən belə kliniki fən cəhətdən amma desək ki, tibb bacı və qardaşı ixtisasına baxsaq, sizlə eyni klinikanı görürlər. Amma ki, sonda onlar tibb bacı qardaşı olur. 2 il əlavə ilə də həkim olur. Arxada səs gəlir, ona gülürəm. Yəni bir də nə bilirsən, söhbətə girməm, arxada səs mikrofona düşürmü, kameraya düşürmü deyə mən burada şey olum belə, qəribə oluram. Amma məncə yəni yetərincə yəni yaxşı danışıram, səsim gedir. Hə, mikrofonumuz var azdan çoxdan, ən azından. Olanımız budur. Yəni dəstək olsanız, abunə olsanız, yorum yazsanız bəlkə daha professional mikrofonumuz olar falan. Xahiş edirəm mənim rəfiqəmə, gələcəyin həkiminə və gözəl insanına abunə olun. Abunə oldurun. Çox qəribə gələcək bəlkə, amma yəni həqiqətən məncə haqq edir, yəni. Ən azından yəni bir tıklamaq ya, sizin üçün küçük şey, bizim üçün böyük bir şey. Son dəfə də abituriyentlərə tövsiyələrini və s. ürək sözlərini demək istəyirik bu videonu izləyənlərə. Öncəliklə onu demək istəyirəm ki, sizə bu yolda sizin qarşınızı kəsmək istəyənlər olacaq. Sizi anlamayanlar olacaq. Bəzi müəllimlər olacaq ki, sizə desinlər ki, yəni sən niyə oxuyursan ki? Hətta bəziləri deyirlər ki, sən niyə varsan ki? Yəni o da bəzi eqolarından dolayıdır. Yəni elə insanlar var. Hətta yəni akımlara falan baxsan da görəcəksən. Çünki bunu izləyənlər yəqin ki, yəni böyüklə abituriyent kütləsidir deyə düşünürəm və hər rayondan, hər şəhərdən izləyicim var. Ona görə yəni bu baxımdan demək istərdim ki, hər yerdə Bakıdakı kimi təfəkkürə malik olmurlar. Bəzən Bakının özündə belə heç o təfəkkürə malik olmurlar. Ona görə sizin qarşınızı kəsmək istəyəndə motivasiyadan düşməyin və irəliləməyə davam edin. Çünki yəni həqiqətən çalışan, həqiqətən özünə inanan insan enində sonunda türklər demiş bacarır. Çünki inam əslində qalsa çox şeydir. Yəni bəzən deyirlər, bəs bizə inanan biri də olsaydı daha yaxşı olardı falan. Baxın, sizin sabahsı gün yanınızda o inanacağınızı istədiyiniz şəxslər olmayacaq. Sizin yanınızda sadəcə siz olacaqsınız və yəni uğurunuz olanda da sadəcə valideynləriniz və həqiqətən səmimi qəlbdən sizə sevinən dostlarınız olacaq. Ona görə çalışın, çabalayın, bacarın, motivasiyada qalın daima. Neqativdən uzaq olun. Tam olaraq psixoloq söhbətinə döndü. Amma ki Sən tamamında psixoloquydun, yəni yaraşdırdın bu peşəni sənə. Amma bir şey də deyim dostlar. Bizim magistrımızda klinik psixoloq da var. Psixoloq ol. Bilmirəm, yəni öz psixlərimi düzəltməliyəm elə. Və sonda da belə bir nüans qeyd etmək istəyirəm ki, düzdür, dəqiqliyindən hələ də əmin deyiləm. Çünki yəni təsdiqlənibmi, təsdiqlənməyibmi bilmirəm. Amma belə bir şey eşitmişəm ki, bizim İctimai Səhiyyə Fakültəsində rezidentura ixtisası bağlanır. Rezidenturaya imtahan olmayacaq, sadəcə magistr ixtisasları olacaq. Onlar da bayaq vurguladığım kimi kliniki psixoloqdur, epidemioloqdur, infeksiyalar nəzarətdir. Yəni idarəçilikdir, səhiyyə menecmenti, yəni və yəni belə olur. Bir də bunu sizə demək istəyirəm uşaqlar. Bizim məsələn universitetdə adi magistrlarımız var, səhiyyə menecmentidir və bu ictimai səhiyyənin ixtisasları var ki, adi Aqrar Universitetindən belə gəlib magistr oxuyanımız var. Aqrarı bitirənlər və yaxud bu İdman Akademiyasının
İdman Akademiyası səhv eləmirəmsə, fizioterapiyasını bitirənlər də gəlib davam eləyirlər öz tədrislərini və onlar da sonra səhiyyənin təşkilində səhiyyə idarəçisi kimi rol oynaya bilirlər. Yəni onlar da öz aspektindən ki, məsələn, onu bitirən gedib də illaki belə deyim, hansısa xəstəxananın müdiri falan olmur. Onu da bitirən gedir, necə ki, İdman Akademiyasının reabilitasiyanın müdiri olmaq üçün belə bir davam eləyirlər ki, həm maaş cəhətdən, həm də ki, digər. Video bura qədər. Ümidvaram ki, sizin suallarınıza, bütün suallarınıza cavab tapıbsınız. Əgər başqa suallarınız qaldısa, yorumlara yaza bilərsiniz. Hamısını cavablayacağam. Çünki sabah imtahanım bitir. Hə, sən də. Səndən soruşub cavablayacağam bilmədiklərimi. Yəni əsas odur ki, şeydə, bir sağlıqla qalın, sağlıcaqla qalın. Öz sağlığınıza diqqət edin. Çünki həqiqətən, yəni birinci öz qədrimizi bilməliyik, daha sonra başqalarının dediklərinə güman eləyib onlara uyğun hərəkət etməliyik. Psixologiyanızı özünüz gəlişdirin. Çünki şuuraltı çox önəmlidir. Və gələcəyin həkimləri olaraq daima sizə uğur arzulayırıq. Həyatın hansı yerində, hansı nöqtəsində olursanız olun, həyatınız hər zaman şans qapınız, uğurunuz, bərəkətiniz bol olsun. Afarızı, çox afarızı vibe aldım. Mən çox aparıcılıq eləmişəm yəni. Belə yəni, bu arada xanım bizim universitetdə bəzi tədbirlərdə zaten aparıcıdır. Ona görə belə hiss eləyə bilərsiniz ki, aparıcı kimi danışır. Görüşərik gələndə. Görüşərik. Bye bye.